Deməli müəllimlər, demişdim ki 6-cı sinifdən keçən dərs sual cavab elədi. Yenə də digər mövzulardan sual cavab eləyəcəm sizi. Başlayaq elə Aybəniz müəllimə ilə. Müəllimə, dreldən harda istifadə olunur? Müəllimə, dreldən kərpic və beton divarlarda deşik açmaq üçün istifadə olunur. Drellər iki cür olur. Tələsməyin, müəllimə, xahiş edirəm, əlavə məlumat verməyin. Dreldən harda istifadə olunur? Bir dənə onu deyin mənə. Hə, dreldən müəllimə kərpic və beton divarlarda deşik açmaq üçün istifadə olunur. Xeyr, bircə dəqiqə tələsməyin. Nə üçün dreldən istifadə olunur desəm, sizin cavabınızı doğru götürürəm. Harda istifadə olunur deyirəmsə, tikintidə, çilingər və xarrat işlərində. Tikintidə, çilingər və xarrat işlərində. Mən səhv başa düşdüm. Bəli, sual eynən kitabda necə var elə düşür. Ona görə çalışın, kitab cümlələrin olduğu kimi yadınızda saxlayın. Yaxşı. Bircə dəqiqə. Sevinç müəllimə. Drellər neçə cür olur? Sevinç müəllimə, eşitmədi yəqin mənim. Günlərə müəllimə desin. Hə, səs bağlı idi müəllimə. Hə, drellər iki cür olur müəllimə. Hansılardır? Döyəcləyicisi olan drellər, bir də döyəcləyicisiz drellər. Görürsünüz, tələsirsiniz. Drellər neçə cür olur deyəndə, mexaniki drellər, bir də elektrik drellər nəzərdə tutulur. Elektrik drelinin hansı növləri var desəm, onda deyərsiniz döyəcləyicisiz, döyəcləyicisiz olan mikser drel və s. Yəni sualın cavabını verməyə tələsməyin. Bir də xahiş edirəm, digər müəllimlər səsləri bağlayın. Kimin adını çəkirəmsə həmin müəllim atsın. Günlərə müəllimə. Bəli, müəllim. Mexaniki əl dreli ilə hansı millimetrdə olan deşiklərin açılması mümkündür? 10 millimetrdə müəllim. Yaxşı, bəs elektrik dreli nə vaxt icad olunub? Kim tərəfindən? 1895-ci ildə Wilhelm Fein. Bəli, Wilhelm Fein. Bu o vaxtı üçün necə bir alət idi? İlk elektrik aləti olub o vaxtı. Doğrudur müəlliməm. Yaxşı. Ramil müəllim. Bəli müəllim. Hansı elektrik drelinin növüdür ki, ən məşhur elektrik dreli növü hesab olunur? Ən məşhur növü olan döyəcləyicisi olan dreldir. Hansı işlər görülür döyəcləyicisi olan drellə? Daş və beton üzərində işlər görmək üçündür. Deşiklər açmaq üçündür. Bəli, daş, beton, metal, ağac. Bəli. Bəs desəm ki, yüngül bərpa və bəzək işlərində istifadə olunan elektrik drelinin növü hansıdır? Bəzək işində istifadə olunan şurufurladan idi müəllim. Mebellərin yığılmasında olan. Yoxsa döyəcləyicisiz idi? Yüngül bərpa və bəzək işləri. Bax, cümlələrə fikir verin. Bəzək işləri şurufurladan olar yəqin ki. Xeyr. Yüngül bərpa və bəzək işləri deyirsə, bu olacaq nə? Döyəcləyicisiz drel. Amma deməli, mebelləri daha rahat açmaq, bağlamaq üçün, şurupları bağlamaq üçün istifadə olunan deyirsə, bu olunacaq nə? Şurufurladan. Doğrudur. Yaxşı. Bizə desin, sevgili müəllimə. Bəli, müəllimə. Müəllimə, hansı drel növüdür ki, gücü və surəti ilə digər drel növlərindən seçilir? Mikser drel. Yaxşı. Mikser drellə hansı işlər görülür? Mikser drellə şuruplarda bir şey eləmək, deşiklərdə açmaq olur. Bir də onlarla boyaları qarışdırır müəllimə, boya qarışdırılma işlərində. Fintləri bəli sıxır, deşikləri açır, bəli ərzaqları, boyaları qarışdırır. Doğrudur. Yaxşı. Bizə desin, iştirak eləməyə müəllimlərdən. Desin, Xuraman müəlliməm. Xuraman müəlliməm, Lobzik bıçqısı diskli mişardan hansı deməli funksiyası ilə fərqlənir?
Lobzek bıçqı ən yaxşı mişar növüdür. Bu fiqurlu kəsmələri rəqs hərəkətlərinə görə digər Bəli, mişarlardan fərqlənir. fiqurlu kəsmə ilə digər deməli mişarlardan fərqlənmiş olur. Yaxşı, Lobzigin işlənmə prinsipi mühərrikin hansı hərəkətinə əsaslanır? Xurama müəllimə, Rəqs hərəkətinə. tələsməyin. Mühərrikin hansı hərəkətinə əsaslanır? İrəli geri hərəkətidir, elədir. Fırlanma hərəkətinə. Tələsirsiniz, Fırlanma, cavab hə. verməyə tələsməyin. Yaxşı. Drellərlə işləyən zaman Aybəniz müəllimə. Deməli, qoruyucu olaraq hansı vasitələrdən istifadə etməliyik? Dirəklərlə işləyərkən qoruyucu olaraq gözlükdən istifadə etməliyik də. Bəli, qoruyucu eynək. Bəzən qarşınıza çıxar. Qoruyucu. Götürməyin orada respirator. Boya ilə işləyən zaman, bəli, respiratordan istifadə olunur. Variant Otağın havasını təmizləndirmək üçündür də respirator. yox. Tələsməyin. Ağızda nəfəsli işlərin bəli. Zəhərli maddələrdən qorunmaq Bəli. üçündür. Bəzən testlərdə yazırlar, amma drellə işləyəndə qoruyucu eynəkdən mütləq istifadə etməliyik. olunur. Yaxşı, doğrudur. Bizə desin, deməli, xanım müəllimə, elektrik enerjisi harda hasil olunur? Hasil olunur deyirəm mən. Salam mənə. Yanacaqdan və axar suyun gücündən əmələ gələn ən çox, yəni bu kimi yerlərdə, Bəli, yanacaq və su doğrudur. mənbələrinə yaxın olan yerlər. Doğrudur. Doğrudur. Harda istifadə olunur desəm bəs? Harda istifadə olunur? Bəli. Məişətdə, sənayedə, Və maşın qayırmada, yox. kənd təsərrüfatında. Kənd təsərrüfatında. Kənd təsərrüfatında istifadə olunur. Yaxşı. Sənayedə elektrik enerjisinin neçə faizindən istifadə olunur? 70%. 70%-dən. Əlavə məlumat olaraq da yadınızda qalsın ki, məişətdə 20%-dən istifadə olunur. 10%-dən isə kənd təsərrüfatında istifadə olunur. Yaxşı. Bizə desin, deməli, kim desin? Günarə müəllimə. Sənayedə istifadə olunan elektrik enerjisinin neçədə bir hissəsi texnoloji məqsədlər üçün istifadə olunur? Üçdə bir Yaxşı. hissəsindən. Hansı texnoloji məqsədlərdir ki, bunlar? Orada gedir demə elektrik enerjisinin 1/3 hissəsi gedir. O da nəsə dartı idi, nəsə belə bir şey olmalı idi mənim. Elektrik qaynağıdır, metalların qızdırılmasıdır, əridilməsidir. Ay, sağ olun. Doğrudur. Yaxşı. Bizə desin, deməli, Sevinc müəllimə, məişətdə elektrik enerjisindən harda istifadə edirik? Məişətdə elektrik enerjisindən, Bəli. yəni evlərdə televizor, ütü, xaladelnik, toz soğuran, fen, Bəli. Elektriklə işləyən bütün cihazlarda, elektriklə bəli işləyən bütün cihazlardan istifadə edilir. bəli, deməli, məişətdə istifadə olunur. Yaxşı, bizə desin, deməli, Ramil müəllim, bəs kənd təsərrüfatında elektrik enerjisindən harda istifadə olunur? Kənd təsərrüfatında müəllim heyvandarlıqda elə biləcəm ki, istifadə olunur. Sonra parniklərin istixanalarında istifadə olunur. Sonra ventilyasiya sistemi kimi bəzi ot növlərinin qurdulmasında da istifadə olunurdu. Bunlar məncə. Bəli, ştillərin becərilməsində, həmçinin tərəvəzlərin, yəni bitkilərinin yetişdirilməsində istixanaların bəli qızdırılması üçün həmçinin istifadə olunur. Yaxşı müəllim, deməli sənayedə, kənd təsərrüfatında, məişətdə geniş istifadə olunan elektrik enerjisinə nə deyirik?
geniş istifadə olunana elektrikləşdirilmə deyilir. Kənd təsərrüfatında istifadə olunanlar. Bəli. Kənd təsərrüfatı, məişət, nəqliyyat, sənaye doğrudur. Yaxşı. Bizə desin, deməli, sevgili müəlliməm. Bəli müəllim. Biz hər hansı bir elektrik dövrəsini qurmazdan əvvəl ilk öncə hansı işi görürük? Onun sxemini qururuq. Çağ üzərində sxemini qururuq. Doğrudur. Kağız üzərində sxemini qururuq. Sadə elektrik dövrəsi nədən ibarətdir? Sadə elektrik deməli lampadan, naqildən, açardan, bir də batareyadır. Bir də deyin, dəqiqləşdirin, tələsməyin. Müəllimə, bateriya, Bəli. naqil, lampa, közərmə lampası, bir də açarda müəllimə. Doğrudur. Yaxşı. Deməli, cəryan mənbəyi nə ilə təsvir olunur? Nəylə? Şərt işarələrlə. İndi hansı işarələrdə olar? İki müxtəlif, Cərəyan qütblərdə müəllimə, mənfi müsbət qütblərlə işarə iki olunur. müxtəlif uzunluqda olan xətlərdir, bəli. Uzun olan xətt deməli necə xətt sayılır? Uzun olan deməli müsbətdir, qısa olan mənfidir. Doğrudur. Yaxşı. Bəs közərmə lampası necə təsvir olunur? Çevrədə içində çarpazı var da müəllimə. Doğrudur. Bunları eynən yadınızda saxlayın. Çünki necə var, elə düşür. Üstəlik də ki, hər il müəllimlərin işə qəbuluna iştirak edən müəllimlər bilir. Bu sual düşür. Sxem düşür, adları düşür, uyğunlaşdırma istəyir. Və yaxud da eynən mən belə sual verdiyim kimi mənaları soruşulur. Ki, misal üçün, cəryan mənbəyi necə ifadə olunur, necə təsvir olunur? Yaxşı, bizə desin, Naibə müəllimə, elektrik sözü hansı mənşəli sözdür, nə deməkdir? Naibə müəllimə. Naibə müəllimə eşitmədi deyəsən. Kimə? Zabə müəllimədə internetdə deyəsən problem var, ona görə telefon. Sevinç müəllimə desin. Elektrik sözü Yunan mənşəli sözdür. Kəhrəba deməkdir mənası. Elektron və kəhraba deməkdir. Görəndə təkcə kəhrəbayı götürməyin. Elektronu da götürün. Doğrudur. Yaxşı, közərmə lampasında deməli gərginlik nə qədər olur müəllimə? Közərmə lampasında bir batareya qoşulduqda 1,3 olur. Onda közərmə lampası zəif işıqlanır. İkinci batareyanı qoşduqda 3,3 volt. İndi mən özünün gərginliyini soruşuram ha, hələ ki. Lampanınkini soruşmadım. Közərmə lampasının gərginliyi çox olur. 3,3-dür müəllimə, açdım səsini. Hansı müəllimədir cavab verən? Naibə müəllimə. Bəli, 3,3 voltdur, amma bir batareyada 1,5'dir. Belə iki batareyadan istifadə olunursa, yaxşı işıq saçsın deyə artıq burada 3 volt olur. Bunu yadınızda saxlayın. Yaxşı, bizə desin. Xuraman müəllimə. Xuraman müəllimə. Lehimləmədən harda istifadə olunur? Lehimləmədən. Lehimləmədən elektronikada, Bəli. sonra televizor, ondan sonra radyo texnikada belə yerlərdə, sonra məişət avadanlığında da istifadə olunur. Həmçinin maşın qayırmada, cihaz qayırmada. Maşın qayırmada da istifadə olunur, cihaz qayırmada. Yaxşı. Hansı tikinti materiallarını lehimləmək olar? Misi, tikinti materiallarını, yoxsa Bəli, hansı tikinti materiallarını da lehimləyə bilərik. Həmçinin digər məmulatları lehimləyə bilərik. Nələri lehimləmək olar? misir, latını, Ramil müəllim desin. Qulaq asın. Diqqətlə dinləyin. Ramil müəllim desin. Nələri lehimləyə bilərik? Şüşəni, poladı, çuqunu, keramikanı,
sonra qrafiti, bunlara lehimləmək olar. Bəli, bilirsiniz necədir? Əlavə nə isə bir söz belə onlarla iş yüzü olmasın. Sırf kitab cümləsi lazımdır bizə. Eynən olduğu kimi düşür. Kitabdan kənar heç nə düşmür. Ona görə sırf kitab cümlələrin yaxşı yadda saxlayın. Yaxşı. Bizə desin Xəyalə müəllimə. Deməli, möhkəm tikiş əldə etmək məqsədi ilə istifadə olunan metal və ya ərintidir. Söhbət nədən gedir? Lehimdən. Lehimdən gedir. Lehimdən. Yaxşı. Lehimin digər adı nədir? Lehimin digər adı qalaydı deyəsən. Qalaydı, doğrudur. Yaxşı, metalları lehimləməyə başlamazdan əvvəl onların səthini nə ilə təmizləyirik? Pluslərlə. Flüslərlə. Yaxşı. Bəs kanifol nədir? Kanifol şam qətranından əldə edilmiş maddədir. Hansı rəngdə olur? O da sarımtıl rəngdə olur. Sarımtıl qəhvəyi rəngində olur, doğrudur. Yaxşı, kanifoldan nələri lehimləyə bilərik? Kanifoldan Bayaq bunu Deyəsən, pabil, məftil onları yadımdan çıxıb. kimin cavab variantı varsa orada əl qaldırma işarəsi var. Listi. Yerdən Kanifoldan yerdən listi. danışmırıq. Yerdən danışmırıq müəllimlər. Görmürəm işarələri, baxıram elə. Sevinç müəllimə, Ramil müəllim. Sonra sualın cavabını daha kimlər bilir? Aybəniz müəllimə, Günlarə müəllimə desin. Müəllimə, bunlar elə bir qədər məhdillərdir. Nisti, latondur. Sonra orada elektrik Və radio avadanlıqlardır. Bunlar gedir. bəli, elektrik və radio avadanlıqların hissələrini bəli kanifolla lehimləmək olar. Doğrudur. Yaxşı, bizə desin Naibə müəllimə. Lehimləmə harda aparılır? Nəyin üzərində? Lehimləmə artıq taxta üzərində aparılır. Yaxşı. Bəs lehimlənəcək yer artıq hissəciklərdən, çirkdən, pastan, yağdan nəyin köməyi ilə təmizlənir? Plusların köməyi ilə. Artıq hissəciklər deyirəm. Bunu sınağa da salmışdım. Diqqətli olun. Baxım görüm kimlər cavab vermək istəyir. Deməli bizə desin. Aybəniz müəllimə desin. Müəllimə, onlar metal şotqa və yiyə ilə. Bəli, metal fırça və yeyə ilə qarışdırmayın. Lehimlənən sətləri nə ilə təmizləyirik desəm, doğrudur. Bu flüslərdir. Amma artıq hissəciklər deyirəmsə, yağ, pas, deməli bunlarla təmizləyir, çirklə nə ilə təmizləyir deyirəmsə, artıq burada yeyə və metal fırça olacaq. Sualların qoyuluşuna da fikir verin, tələsməyin. Bir-birinə qarışdırmayın. Yaxşı. Deməli, digər müəllimlərdən Sevinç müəllimə, sonra Xəyalə müəllimdən sual verərik. Ən geniş yayılmış mətbəx avadanlıqları Sevinç müəllimə hansılardır? Ən geniş yayılmış mətbəx avadanlıqları Bəli. ət çəkən maşın. Sonra Ət çəkən maşın, elektriklə işləyən əşyalar, ütü, xeyir. Dəqiq öyrənin, müəllimlər. Bunları dəqiq öyrənin. mexaniki və elektrik ət çəkən maşın. Sonra Xəyalə müəllimə desin. Qəhvəyidən, Qəhvəyidən çox gec-gec cavab verirsiniz müəllimə. Bunları siz artıq blender, qəhvəyidən, mexaniki və elektrik ət çəkən maşını. bir də var idi mətbəx kombaynı. Bunu unutmayın. Bəli, bu testlərə də salırıq çünki çıxarılıb amma düşür. Bunları sual verən kimi cavab verməlisiniz müəllimlər. 5 ilə 6-cı sinif çox sadədir. 8, 7, 8, 9 bunlardan daha mürəkkəbdir. Ona görə ciddi yanaşın, ciddi hazırlaşın. Xəyalə müəllimə ilə davam eləyək. Bəli, müəllimə, buyurun.
Ət çəkən maşın nə vaxt, kim tərəfindən icad olunub? Ət çəkən maşın 17-ci əsr Karl Drez idi. Bəli, doğrudur. Ama Doğru. hayır 17 zaten dedi. 17 dedi, 19. 19 əsr Son dokuz Yaxşı, yaxşı, dava salmayın. Kimsə qoşulurdu. İntizar müəllimə idi deyəsən. Onu əlavə elədim, ona görə mən fikir vermədim. Amma belə fikir bildirin. Belə dava salmayın, amma bildirin. 19-cu əsrdə bəli Karl Drez tərəfindən deməli icad olunub. Yaxşı. Nəyə ehtiyac var idi elektrik ət çəkən maşından? Elə istifadə olunurdu da mexaniki ət çəkən maşından. Fərqi nə idi? Bizə desin sevgili müəllimə. Fərqi odur ki, müəllimə, birinci vaxt içkisinə gedir, vaxt içkisi az olur elektrikdə. Bəli. İkincisi, misal üçün, orada daha çox belə xırda doğranmamış ətləri salmaq atanda, misal üçün, daha tez şey eləyir, doğrayır. Və bir də quraşdırılması zaten asandır da müəllimə. Fərqləri budur. Ən Bəli. çox vaxt içkisi az gedir. Bəli. Stolun Yəni- üstünə qoyulub həm də. Birincidə İnsan səhv olunur. mexaniki ət çəkən maşında Güclə dəstəklə istifadə olunur, yoruluruq, vaxtımız çox gedir. Elektrik ət çəkən maşın elektrik mühərriki ilə işləyir, vaxta qənaət edirik. Həmçinin deməli o damarları olan ətləri çəkməyə də çətinlik çəkirik. Elektrik ət çəkən maşında daha rahat ötəsindən gəlir. Doğrudur. Yaxşı, elektrik ət çəkən maşının hansı hissələri var ki, sualı deyəcəm. Əl qaldırma işarələrinə baxacağam. Ondan sonra cavabı soruşacağam sizdən. Hansı hissələrdir ki, mexanik ət çəkən maşında yoxdurlar? Sırf elektrik ət çəkən maşına Məndən aiddir. soruşursunuz müəllimə. Xeyr, ümumi sual Müəllimə verdim. məndən soruşursunuz. Xeyr, ümumi Ha, sual yox. verdim. Görüm kim cavab vermək istəyir. Aybəniz müəllimə, Gülnarə müəllimə, Ramil müəllim, üzr istəyirəm. Sevinc müəllimə desin. Deməli, elektrik ət çəkən maşında ət qəbul edici nov var idi. Amma mexaniki ət çəkən maşında yoxdur o hissə. Sonra Mexaniki ət çəkən maşında dəstək var. Yəni bu elektrikdə mən qoşulur da. Bunda dəstək yoxdur. Zəmi qoşulmaqlardan sonra yerə çörəkdir. siz səsləri bağlayın, xahiş edirəm. Sual verdim ki, müəlliməm, hansı hissələr elektrik ət çəkənində var, mexanikidə yoxdur? Bu cavabı istəyirəm. Elektrik nov var. Üzərində olan nov var, ət qəbul edicən nov. Amma mexanikidə yoxdur. Sonra Bir də ki, o mexaniki ət çəkən maşında bərkidici qayğı var. Elektrikdə yoxdur. sualı belə vermədim. Fərqlərini demədim ki, dedim elektrikdə hansı hissələr var ki, onlar mexanikidə yoxdur. Bircə dəqiqə cavab versin Ramil müəllim. Soruşacağam hamımızdan da, gözləyin. Müəllim, elektrikdə ət qəbul edici novu ilə mühərrik var ki, onlar mexanikdə yoxdur. Bəli. Tam cavab verin. Yaxşı, bəs desəm tam əksinə. Hansı hissələr mexanik ət çəkən maşında var, amma elektrik ət çəkən maşında yoxdur? Mexaniki ət çəkən maşında da dəstək var, bir də aşağısında stola bağlamaq üçün sıxac var. Və vint deyirik ona, dəstəkli vint. Bəli, onlar elektrik ət çəkən maşında yoxdur. Yaxşı. Yaxşı, mənə desin Xuraman müəllimə. Butulka nədir? Butulka sürtünməni azaltmaqdan ötürü halqa. Bəli. Yaxşı, hansı ət çəkən maşında var butulka? Elektrik ət çəkən maşında. Doğru dedi müəllimlər. Bir dənə elektrik ət çəkən maşın dedim. Mexanikdə. Hansındadır? Müəllimlər cavab verin də. Günləri müəllimə. Mexaniki maşınlarda. Ramil müəllim. Müəllimə hər ikisində, həm mexanikdə, həm elektrikdə.
İndi gözləyin, görüm hamınız eyni fikir, fərqli cavablar verirsiniz. Görüm kim daha yaxşı başa düşüb. Ramil mənim eşitmədi yəqin ki. Bəli müəllim. Butulka deyirəm, hansı ət çəkən maşının hissəsidir? Mexaniki ət çəkən maşının müəllim. Sevgili müəlliməm, Mən də deyirəm mexanikdə, elektrikdə yoxdur axı Türka. sonra kim qaldı cavab verməyən? Müəllimə, mən də elə bilim hər ikisində var o. Elektrik. Müəllim, elektrik, mən səhv dedim, elektrik ət çəkən maşında yoxdur. Türka qeydədir, mexanik ət. Hardadır? Türka hardadır? Yoxdur, elektrik ət çəkən maşında yoxdur, mexanikidədir. Yaxşı, cavab verməyən kim qaldı? Bəli, doğrudur. Elektrik ət çəkən maşının onsuz da hissələri verilib. Butulka mexaniki ət çəkən maşınındadır. Amma şinek desəm, Hər ikisində. hər ikisində də var. Yaxşı. Şinikli var, hər ikisində var. Şinik nə deməkdir? Şinik nədir? Sevinç müəllimə desin. Şinik nədir? Şinik hər ikisində var idi, mexanikdə də var idi. Bəli, vinç şəkilli çıxıntıları olan val idi. Hər iki ət çəkən maşınında var. Yaxşı. Hansı qəhvə üdənlə üdülmə zamanı qəhvə daha dadlı olur? Bunun da dad bilmə qabiliyyəti yüksək olan insanlar iddia edirlər. Hansı və nə üçün? Yerdən danışmayın. Xahiş edirəm, yerdən danışmayın. Aybəniz müəllimə desin görək. Müəllimə, əl qəhvə üydəndə demək qəhvə dənələri, çünki orada sürtüm demək asta üydülür. O qızmır, qəhvə üydənlər qızmır. Ona görə deyir ağzının dadını bilənlər əl qəhvə üydən qəhvələrdə içirlər. Bəli. Kim idi o yerdən dəyirman daşı deyən müəllimlər? Mexaniki. Yəni əl qəhvə üydənlə üdülən zaman bəli, istinin təsirinə az məruz qalır. Asta-asta üydülür. Ona görə də iddia edirlər ki, daha dadlı olur. Yaxşı. Hal-hazırda satışda olan qəhvə üydənlər bir-biri ilə hansı texniki parametrləri ilə fərqlənirlər? Sualımıza cavab versin. Kim versin? Xanım müəllimə. Xanım müəllimə eşitmədi yəqin. İntizar müəllimə. O formasına görədir də yəqin. Ya indi Texniki parametr deyirəm ha. Hə, parametri. Onun parametri deyəndə. O daşlarına görə biri bıçaqlı olur, bir də daşlı olan o baxımdan yoxsa Xeyr. Desin, kim desin? Deməli. Desin bizə Günarə müəllimə. Tamam. Burada elə bir iş prinsibidir. Bir də onun iş prinsibi, bir də tutumu var. İki konteyneri var. Tutumu və bir də gücünə görə. İş prinsipi, tutumu və gücünə görə. Bunlara fikir verin müəllimlər. Yaxşı. Müəllimə, olur bir sual verəm. Bəli, buyur. Siz orada butulkanı deyirsiniz. Axı butulka elektrik maşınının da o şinikdə onun arkasında var da həmin o plasmas kimi bir şeydir. İndi mən əlimi tutub baxdım görəm onun da varı da. Bizim bu necə aid edin ki, yəni siz dediniz ki, əl maşınında var. Amma elektrikdə yoxdur. Amma elektriyin də şinikində var da o sürtülməkdə butulka. Amma əlavə hissə olaraq verilməyib də, düzdür? Bizdə O olsa da müəllim görmürük axı. Olsa da o sökülən hissə deyildi. O daxil. bəli, onu hissə kimi qəbul eləmirik. Bilirsiniz necədir müəllimlər? Elektrik ət çəkən maşının hissələri verilib kitabda. Onu hissə kimi göstərilməyibsə, biz onu götürmürük. Onu düz deyirsiniz əslində siz, amma hissə kimi verilməyib. Bir də yadınızda bir söz nə qalsın sizin? Çıxarılan hissələr, misal üçün mövzudan çıxarılan hissələr hər zaman düşür. Amma yenilənən məlumatlar ki var, onlar bizə lazımdır. Tutaq ki, burada 7 dənə hissə var, onu görmürüksə, götürmürük. Belə yadınızda qalsın. Tamam, çox sağ olun. Buyurun müəllimə, buyurun.
Yaxşı, indi mənə desin, İntizar müəllimə ilə davam eləyirdik. Deməli, hansı qəhvə üydəndir ki, silindir şəkilli olur və deməli qəhvə dənələrini xırdalayan bıçaqla təchiz olunub. O mexanikidədir. Görürsüz, tələsirsiniz cavab verməyə. Deyirəm ki, silindir şəkillidir. Qəhvə dənələrini deməli ütmək üçün bıçaqla təchiz olunub. Artıq cavabı belə dedim sizə. Hə, onda mexaniki deyil müəllimə. Yox, yerdən danışmayın. Əl qaldırırsınız, görürəm də sizi. Çaşdım oldu. Naibə müəllimə deyəcək. Bıçaq Bəli, bıçaqlı qəhvə üydənlər. Elə içində deyirəm ki, bıçaqla təchiz olunub. Bunun cümlənin içində hələ sualın cavabı var. Yaxşı. Bizə desin, hələ Naibə müəllimə özü desin. Deməli, dəyirman daşlı qəhvə üydənlə bıçaqlı qəhvə üydənin fərqli cəhətləri hansılardır? Dəyirman daşlıda 2 konteyneri var onun. Üydünlə tökülünə. Doğrudur. Amma bıçaqlıda bıçaqla eşbəcət edir. Sonra xarici görünüş. Bıçaqlı elə konus şəkillidir. Xarici görünüşünə görə bıçaqlı konus Bıçaqlı konus şəkilli deyil. Bıçaqlı silindir şəkillidir. Dəyirman daşlı isə bəli, həm konus şəkillidir. silindir və konus şəkillidir. Biraz sizdə səsdə qırıq-qırıq gəlir. Amma konus şəkilli olan dəyirman daşlıdır. Bunu qarışdırmayın. Mən də biraz intelligent məzəətdir, hə. Yaxşı, bizə desin. Sevinç müəllimə. Bir dənə də fərq var idi. Bəli, Bir dənə də fərq var idi müəllimə. Elə bir onun ay sağ ol, bıçaqlıda dayansan, dayanan kimi avtomatik dayanırdı da, sönürdü. Dəyirman daşlıda məncə elə deyil idi. Dəyirman daşlı gücü çox idi o birisindən. Gücü çoxdur. Dəyirman daşıyıcı bıçaqlıdan çoxdur, düzdür, hissət o. Düzdür. Müəllimə də internet qırılır. İndi cavab verdin. Yəni onu təkrarlaya bilərdiniz. Nə? Parametrləri. Texniki parametr dediniz, o yadımda qalmadı. Bir dənə İş zəhmət prinsipi, olmasa təkrarlaya bilərdiniz. müəllimə, iş prinsipi, gücü, tutumu. Aha. İş prinsipi, Ay, çox sağ ol, gücü, müəllimə. tutumu. Buyurun, buyurun. Yaxşı. Naibə müəllimə də internet qırıq-qırıq getdi. Ona görə əlavə soruşmadım. Amma onlar da cavab verdiyi fərqlərdən yəni doğru idi. Sadəcə konus şəklini qarışdırdı. Bizə desin Sevinç müəllimə. Deməli, heyvan mənşəli zülallar hansılardır? Yəni hansı ərzaqlarda olur? Heyvan Heyvan mənşəli. mənşəli. Bəli. Heyvan mənşəli zülallar balıqda, Bəli. balıq, mal əti, bir də kəsmik, qatıq, Ümumiyyətlə süd məhsulları, süd məhsulları, balıq, bir də ət, yumurtanın ağı. Bunları o dəqiqə cavab verməsiniz müəlliməm. Bilirəm, yəni cavab verirsiniz, amma sadə sualları o dəqiqə cavab verməlisiniz. Düzdür, düşündürücü sualları mən də gözləyirəm müəllimlər cavab versin, amma bunları artıq demək olar ki, göz yumulu bilməlisiniz. Bizə desin, sevgili müəllimə desin. Deməli, orqanizmin əsas enerji xərcləri hesab olunur. Söhbət hansı qidalı maddələrdən gedir? Xərci desən karbohidratlar idi, amma enerji mənbəyi yağ idi. Doğrudur. Doğrudur. Yaxşı. Yaxşı, hansı vitamin idi ki, ən çox bitki mənşəli yağların tərkibində olurdu? İndi buna da cavab vermək istəyənlər əl qaldırma işarəsindən istifadə eləsin. Xuraman müəllimə. E vitamini. Bəli, E vitamini ən çox bitki mənşəli yağların tərkibində olur. Yaxşı. Hansı vitaminlərdir ki, suala diqqətlə qulaq asın.
Biri günəş şüaların təsirindən parçalanır. Biri günəş şüaların təsirindən günəş şüalarının altında yaranır. Deyim də, mən deyim. Gözləyin, mən deyim olmasın bircə dəqiqə. Görüm hamı cavab vermək istəyir. Bircə dəqiqə gözləyək. Naibə müəllimə desin. Naibə müəllimə. C vitamini hava və güneş ışığının təsirində istidən asan parçalanır. Mən hava demədim. D vitamini. Günəş işığı demədim. Amma günəş şüaları altında Tələsirsiniz cavab verməyə. Mən dedim ki, hansı vitaminlərdir ki, biri günəşin şüaları altında yaranır, biri günəşin şüalarının təsirindən parçalanır. Sualı belə qoydum. C ilə D vitamini. C ilə D vitamini. Doğru, desin bizə Ayməniz müəllimə. Biri A vitaminidir, parçalanır, D vitamini yaranır. Parçalanan hansı oldu? A vitamini. Bəli. A vitamini günəş şüaları altında düzdür, parçalanır, D vitamini yaranır. Amma Bəli, müəllimə, Naibə müəllimə dediyi C vitamini havanın, bəli. günəş işığının təsirindən parçalanır. Biraz incə məqamdır. Günəş işığı, günəş şüaları. Mütləq fikir verin bu cümlələrə. Dedim axı olduğu kimi. Necə var? Elə düşür. Elə də öyrənin. İntizar müəlliməm. Deməli, hansı vitamindir ki, orqanizmin yoluxmalara qarşı müqavimətini artırır, həyati proseslərə təsir eləyir. Zülallardır da onlar. Vitaminlərdən danışırıq. Vitaminlərdən C vitamini. Xəstəliyinə də qəbul eləyirik də, immuniteti artırmaq üçün. Amma ciddi hazırlaşmırsınız. Bunu mən sınağa da salmışdım. Bizə desin Ramil müəllim. Dəqiqliklə öyrənmirsiniz. Necə? A vitaminidir. A vitamini. Necə var elə öyrənin. Bunları qarışdırmayın bir-birinə. Yaxşı, sualı diqqətlə dinləyin, görün nə soruşuram sizdən. Mədə bağırsaq orqanlarının fəaliyyətini tənzimləyir, xırda damarları genişləndirir. Söhbət hansı vitamindən gedir? Cünnarə müəllimə. PP vitaminindən. PP vitaminindən gedir, doğrudur. Bəs desəydim karbohidratların həzmini tənzimləyir, qan damar, mədə bağırsaq, sinir sisteminin işinə təsir edir. Bu B qrupu. Doğrudur. Ay sağ olun, qarışdırmamısınız. Doğrudur. Yaxşı, PP vitamini hansı ərzaqların tərkibində daha yaxşı qalır? Ətin tərkibində, dəlli bitkilərin tərkibində. Xeyr. Düzdür, yox, düz dedim. Deyirəm, hansı ərzaqların tərkibində sualın qoyuluşuna fikir verin siz. Yaxşı qalır. Dondurulmuş mənim. Dondurulmuş ərzaqların. Dondurulmuş. Yəni mən deyirəm, bax sırf kitab cümlələrini öyrənin. Necə var elə öyrənin. Yaxşı. İndi bizə desin Sevinç müəllimə. Deməli, süd məhsullarından hansı acı dadı verir? Acı dad verən xamir. Yəni xarab olanda da yəni acı dad verir. Hansının səthi sürüşkən olur? Kəsmik. Yaxşı. Hansı turşuyur, qatılaşır? Süd. Süddür. Doğrudur müəllimə. Yaxşı. Bizə desin Naibə müəllimə. Naibə müəllimə. Yoxdur Naibə müəllimə. Müəllimə də internet. Əlbəttə internet Hə, problemi var, başa ona düşdüm. görə. İnternetə görə müəllimə. Xanım müəllimə. Kəsmiyi nə qədər saxlamaq olar? Eşitmədiniz müəllimə. İntizar müəllimə desin. İntizar müəllimə. 36 saatdır. Kəsmiyi, Bəli, 36 saatdır. xamanı, Alo, eşitmədim. xamanı bəs müəllimə. Doğru dediniz. 72 saat, o da 72 saat.
Süddə 10 gündür, yağ 10 gündür, süddə 20 saat. Doğrudur. Ev şəraitində südün keyfiyyətini necə yoxlaya bilərik? Onun turşumasından, bir də qatı olmağından, o əgər qaynadan da çürüyürsə, bunun xarab olmasını göstər. Yaxşı. Bəs süd çürüməsin deyə südə nə əlavə olunur? Soda əlavə edirik az miqdarda. Yox, çürümüş südü bərpa eləyəndə soda əlavə edirik, amma çürüməsin deyə Bəli. qənd əlavə edirik və yadınızda qalsın. Düzdür, əlavə məlumatdır, amma bəzən əlavə məlumatlar da düşür. Yadınızda qalsın. Bəli, çox sağ ol. Yaxşı, deməli, içməli inək südü satışda pastörizə edilmiş və sterilize edilmiş deməli şəkildə olur. Hansı daha keyfiyyətlidir və nə üçün? Pastörizə edilmiş. Yerdən deməyin. Aybəniz müəllim desin. Sizə cavab verdiniz də mən. Bir dəqiqə deyim. Pastörize edilmiş süddür. Hermetik qablarda olur. 70-75 dərəcədə qızdırılır. Bir də ki o 0-6 dərəcə temperaturda 2-5 gün saxlanılır. Onun da tərkibində olan mikro elementlərin hamısı ölmür. Ona görə o keyfiyyətli süd sayılır. Bəli, doğrudur. Keyfiyyətli, daha keyfiyyətli hesab olunur. Yaxşı. Bəs bişirilmiş süd hansı süddən alınır? Bunu Mənə biz deyirsiniz, Yo, mənə- sizə demirəm. Ümumi sual verirəm. Bişirilmiş süd. Əl qaldırma işarələrini vurun. Sevgilim, səbiriz olsun da müəllimlər. Sevgili müəllim deyirəm, bax yerdən danışırsınız. Bəli, pastörizə edilmiş. Hansı dərəcə Celsiusdə? Sevgili 95-98. Nə oldu ki, indi hamı danışdı? Sevgili müəlliməyə verirdim sualı. Yo, belə yerdən danış. Cavab vermədim müəllimə. Onlar dedi daha. Bəli, imkan vermədilər müəlliməm. Özümüz məktəbdə şagirdlərə deyirik ki, yerdən danışmayın, növbənizi gözləyin. Yox, canı sağ olsun o öz yerində. Amma hamı öz növbəsində danışsın ki, görək ki, kim necə başa düşüb. Yəni burada bilirsiniz də, yəni bu qaydaları. Səslər bağlanıb, əl qaldırma işarəsi var. Yəni bunlardan istifadə etmək lazımdır. Bilirsiniz lap yaxşı, amma heç kimin yerinə danışmasın. Xahiş edirəm. Yaxşı, quru südü, sevgili müəlliməm, necə əldə edirlər? Quru südü, bir stəkan suya, bir qaşıq yarım, elə bil bir qaşıq yarım süd tökürük, quru süd qarışdırıb şey eləyirik, bişiririk. Tamam. Doğrudur. Doğrudur.